Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz və traderlər. Noyabr ayıdır, düşərdə xeyirli, profitli olsun hamımız üçün. İlk öncə nəzər çatdırım ki, biz Siqnal kanalından danışaq. 5 Siqnal kanalımız var. Yəni bu aydan etibarən bir ay ərzində sizi Qonaq ol Telegram kanalına ya da Riski Sevənlər Telegram kanalına pulsuz olaraq dəvət edirəm və gün ərzində ən azından bir pulsuz siqnalı sizə hədiyyə edə bilirəm. Eyni zamanda bu ay ərzində tam olaraq 20 nəfərə real hesabı şəxsən mən sizə hədiyyə edəcəm. Gəlin keçək biz Qızıl nə etdi? Bu keçən ay nə etdi? Keçən ay $570 yuxarı doğru istiqamətə davam etdi. Təbii ki, bunu mən 4300-ə qalxacağını gözlədim və həmin nöqtəyə qədər. Təbii ki, 4382-yə qədər qalxandan sonra enişlər haqqında danışılır. Yəni $300 bir enişlər haqqında danışılır. Təbii ki, ilkin olaraq 300 enəndən sonra ümumi olaraq $500 endi və yəni $500 dəyər itirdi, 3886-ya qədər düşdü. Yəni bu ay nə olacaq? Bu ay yəni sizə ipucu verəcəm. 2 yaxın hədəfi nəzərə çatdırıram. Onlardan biri bu ay ərzində 4055-dən yuxarı formalaşsa, deməli qiymət ən azından $500-lıq yenidən bir yüksəliş gözlənəcək qızılda və bu 4130, 4187, 4255 və 4382-lərdən də daha yuxarı istiqamət alıb qalxacaq. Eyni zamanda yəni eniş nöqtələri isə əsasən də siz gələn həftədən 3945-ləri görməlisiniz, gözləməlisiniz. Eyni zamanda bu nöqtədən aşağı formalaşsa, təbii ki, nə çox nə az, yəni $400 bir enişlə yaddaşları qalacaq. Bu 3847, 3722, 3618-lərə qədər enməsi gözlənir. Təbii ki, bu iki hədəfi yaddan çıxartmayın. İnşallah görüşmək ümidi ilə bir daha bu ay sizin üçün xeyirli olsun. Sağ olun.